Baş sponsor Optimal Elektronika. Xüsusi sponsor Berga. Sponsor Bizon Energy. Yığdın xurcununu bütöy. Hı? Yığdım. Dediklerimin hamısını koymuşsan, yine yoksa öz başına qavalaqlayıb yığmışsan. Yox, sən deyən şeylər yerləşmədi. Sən zaten ver cümle, balaca şey, ver cümle yığmışsan oraya, ver cümle. Verme ha. Sumkanı ver cümle. Ay yüncüldü ki bu. Bu heç, bu surfa. Lazım olur da. Piknikdə süfrə lazım olur adama. Sənin başın çatmır. Sən canı bunlar nədir qoymusan? Bu nədir qoymusan? Bu nədir? Bu nədir? Nədir bu? Liner. Az, biz orada liner yiyəcəyik. Bu nədir qoymusan? Bu nədir? Bunun adı nədir? Tonal krem. Tonal krem, hə. Bunu nəyə götürmüsən? İndi birdən qaşqaldağın xoşu gəlməz sənin sifətindən, durub bundan yaxasan sifətini orada. Dedim vacib şeyləri götür, mən də götürdüm də vacib şeyləri də. Az vacib şeyler var, burada vacib şey var. Sen canı buna bu naşnik. Bu naşniki nə götürmüsən? Biz doğuşanı tutub qulağına naşnik taxacağıq. Maniyə qulaq asacaq doğuşan. Mən özüm qulaq asa bilərəm. Nəysə Yaşar, mən getmirəm, özün gedərsən. Getmirsən, konkret qərar ver. Getmirsən, mən bibimi götürüm, gedək. Hala bu surfanı. Gönlüm yanıb, bibisi mənə. Bibi. Gedirəm yaxşı. Eyzən. Hə. Ay Allah, ay Allah. Ay düşürəm. Nə oldu? Tikan. Könül, sən göbələkləri tanıysan da nə? Yeməli göbələk olanda denən yığaq, yaxşı? Petin üstünə düzüb qəşək qızarlarıq onlar. Yaşar, sən də dincəlməyə yer tapsan, bilən oturaq, yaxşı? Her yer dincəlməkdən ot dincəldən o. İstəyirsən qabaqda xəncəlxana olacaq. Oturub orada yeyib sərik. Beşədir bura. Ha, göbələk. Buyur. Yeməlidir. Bunlar yeməlidir. Bunlar zəhərli olar ha. Yox, yeməlidir. Yeməlidir. Tanıyıram. Yaşqa, Hı. amma sən o beliyə bilməyəcəksən, ha? Niyə? Silahın yoxdur. Silahsız gəlmisən. Az. Mənim son silahım baxışlarımdır. Öldürücü zəhmli baxışlar. Qorxma. Yaşar, bayaq öldürücü baxışlarım deyirdin, ha? Az. İndi o baxışlara baxanda hiss olunur ki, axırıncı silahını da atmısan. Yox, sən qorxma. Elə bil aylar qadınlara dəymir. Sən öküzlərə baxma, yaxşı rahat ol. Sən burada ol, mən oradan onu müşahidə eləyirəm, yaxşı? Qorxmursan ki, gəlir. Yox, sən qorxma da, sən qorxma. Yaşar! Ay Yaşar! Yaşar! Haradasan? Ha! Eşdirəm səni. Hansı tərəfdəsən? Yaşar, mən nə bilim hansı tərəfdəyim? Yanımda obyekt zat var, deyim ki, filan şeyin yanındayam. Meşədəyəm mən. Hara getdin? Bildim də meşədəsən. Yanında nə var? Nə ağacı var? Köklər var. Eldar şamı var, dəmir ağac var. Bildir hardayam Yaşar? Yox! Niyə qorxmana? Ay. Xaya, bilmirsən burada nənəm mən necə gedim? Sən kimsən? Hardan çıxdın? Qımızı papağam da mən xaya. Qırmızı papaqsan, bəs niyə papağın sarıdı? Qımızını tapmadım, bunu taxdım da ya. Xala, nə qədər boş suala versənəsə, bilmirsən denə bilmirəm də mənə fay xaya. Nənə.
papaq çıxdı. Deməli, arxasınca qurt da gələcək. Gəlini qorxmadan burada. Yaşar! Ay Yaşqa! Ayıl Yaşar, ayıl. Ayıl özünü al. Şu, neden korksun ha? Hayatta hiç ne. Xeyransadan korkulu değil. Ya! Korkma. Korkma. Özünü topla. Habibi, Hacan. Eğer şerriyende bir arzu tutmana söz diyeceğim sana. Aybi, indi elə yerdəyəm, tam tutamıram. Çıxıb yığaram, yaxşı? Davay öpürəm. Ayı. Ayı. Niyə sən mənə toxun? Ay balası. Hə? Könül. Nə olar ki, denən könül sənsən. Səni saraylarda yaşadacağım, söz verirəm sana. Denən könüldü ayı deyil. Mənəm. Amma söz verdin Yaşar. Bax söz verdin. O saray məsələsi yaddan çıxmasın. Ürəyim tutmuşdu az qala. Yekə adam sana, qorxdum. Sən də elə moment tapan kimi yühlürsən ha adamı. Yaxşı ki söz verdim, vaxt demədim. Oldu, söndü. Təcdən qalayarsa da. İndi atacağım, çöp yanacaq, narahat. Yaşar, bax, ailə də belədir. Gərək sönməyə qoymayasan ocağını. Ha, düz deyirsən. Aman xeyransa gəlib üfləməsə sönməz. Sən narahat olma. Bax, sənin bir-birini neynir güya? Benzin tökür ki, bir dəfəlik alışaq kül ola. Xoşbəxtçilimizin düşməni. Sənə deyirəm ki, meşəyə gedirik. Bir dənə samavar götür, deyirsən özünü öldürsən ki, belim ağrıyır, heç nə götürənmərəm. Amma yenə də götürüb o ailə problemlərini gətirmirsən özündən. Heç ağrımırsın. Neynim Yaşar, gör dünyanın harasıdır ki, mən meşədə çaqqalla, ayı ilə qalmağa razıyam. Evə qayıdıb sənin bibimin sifətini görməyə razı deyiləm. Eyb yox. Onda mən gedərəm öyə, sən qalarsan burada. Amma sən o qədər acıdil adamsan ki, mən bilirəm. Ay da gətirib səni qartaracaq ki, ay Yaşar, qardaşımsan, gəl bunu götür, bunun qanı acıdır, bunun yiyənmədir. Bildin? Yaşar, yedin, bitirdin. Dur, köməklə süfrəni yığışdıraq da. Ölürsən belə yeyib uzanmaqdan ötürü. Dur, dur. Mənim həkimim mənə deyib ki, gündə 3 dəfə yeməkdən sonra çalış dirsəklə, biraz istirahət elə, qoy yemək həzmə geçsin. Dərə mərə ziyəndir. Həkimin də sənin kimi əhli kefdir. Zor həkimdir. Piroq yeyirsən, peşiyən yekimi, pişirmişəm özüm. Əzəm piroq pişirəmirsən, piroq. Yenə o yanmış piroqu gətirərsən ki, bunun qızarmışı lap ləzzətli olur, onu ye, elə piroq istəmirəm. Yox, piroq peşiyən yekimi eləmişəm. Yemirsən ki, Yox, özüm bilərsən. Çay da içmirsən? çay içərəm. Çay içərəm. Çay bizə mi niyə içərəm? Çünki çay sənin əlinin məhsulu deyil. 100% bax, bir qadan dəmləmirsən, özdə eyni oyundan. Gözümün qabağındadır da, mən evdə dəmləyib gətirmişəm. Sən də samovarda onu dəmləyə bilirsən, əla olar. Onu sən samavarı dəmlə, sən evdə dəmlə, elə əladır. Verim? Evet. Deyirəm könül, həyata bax. Gözəl hava, sakit təbiət, payızın xəzanı qarışıb qışa, ağaçlar paltarlarını lütləniblər. Buradan da isti Berqa çayı. Hər şey gözəldir həyatda, sən bu gözəlliyi anlayan. Yaxşı, Yaşar, yaxşı. Görürəm, indi Berqanın işin əhvalın dəyişdi.
Çayı iç, süfrəni yığışaq, artıq qalxaq. Kömək elə də süfrəni yığışdırmağa, yaxşı? İmkan vermirsiniz dana adama. Elə balaca boşluq olur, sərbəstlilik olan kimi adam işlədirsiniz. Yaşar, qorxuram, qaydaq da evə, nə olar? Qorxma, ağıllısan dana sən. Qaydaq evə. Deyirəm azmışıq, deyirsən qaydaq evə. Yol hansıydıq, gedərdik. Kim dedi? Sənə lazım idi, bax, çıxırdıq meşədə gəzməyə, adam meşədə bu qədər gəzər. Sənsən dana. Bakıda hər həftə sonu bulvara gedirdik, istirahət edirdik. Kəndin də bulvarı meşədir, gedək meşəyə. Alın. Bu da sana meşə. Mən çoxdan çıxmışam buradan. Gör nə qədər ağaçlar əkibdilər. Mən bunların çoxun yerini tanımıram indi. Amma darıxmışam şəhər üçün və olsaydı, indi bu dəqiqə dənizin qırağında oturub isti çayımızı içib istirahət edirdik. Belə sülənmirdik meşədə. Dərdin elə budur. Hı? Çay olsaydı çay. Gözdə. Bunu götür cümlə. Nədir bu? Stəkan. Aa. Götür, rahat ol. Ala, ehtiyat icidin yaraşığıdır. 100% təbii bir qadirim çayı. İç, əhvalın yerinə gəlsin. Görürsənmi? Nə qəşəng isti qaynar. Başqa nə xidmət göstərim sana? Bax, bu hərəkətindən dəhşət xoşum gəldi. Onsuz da Yaşar, bilmirik hara gedirik. Gəl oturaq çayımızı içək, dincələk, əhvalımız dəyişsin, ondan sonra taparıq da yolumuzu. Mən öz yolumu tapmışam. Bir qadirim. Yaşar, yavaş, vay. Palçığa girdim. Mənə bax, heç olmasa bir iki dənə şəkil çək də, Instagrama paylaşmağa. Bu vitdə şəkil çəkdirirlər. Bunu nə deyib paylaşasan, nə adla paylaşacaqsan? Yazacağım ki, həyat yoldaşım Yaşardan meşədə piknik keyfi. Yazacağım da bir şey tapıb yazaram mən, sən çək. Selfie elə. Mən gətirməmişəm telefonumu, sən telefonuna. Nə? Selfie elə ikimiz də düşək. Bilsinlər ki, tək deyiləm meşədə, həyat yoldaşım. Ala, sil. Ya bura. Kəbirələrdə kəslər. İki dənə çək. Bir fərqli dur da nə? Yadı sən belə çək, belə yaxşıdır, tez al. Nə? Al. Aha, çək. Çək seçəcəm içindən nəsinə. Ay sağ ol. Ver indi baxım, ver baxım. Ala. Bunu da tut bir dənə. Baxım. Aha. Ay Yaşar, yox, burada özüm yolğum düşüb, bu nədir? Burada da sifətim elə bir yuxuludur. Burada özüm şişdi. Amma bu qəşəngdir. Hansı? Deyib bu. Bunu saxlayıram, burada belə like qoyuram ki, bunu mənə atarsan, yaxşı? Bu şəkillərin hamısı eyni, dana. Gör orada nə fərq vardır ki, sən oradan nə fərq seçdin? Nətər yəni fərqi yoxdur Yaşar? Biz qadınlar ümumiyyətlə iki şəkil arasında, eyni şəkil arasında ya, ən azı 7 fərq tapa bilərik. Amma siz heç nəyin fərqinə vara bilmirsiniz. Niyə varmırıq az? Mən şəxsən hər şeyin fərqinə varıram. Ay, yaxşı, onda de görüm Yaşar. Axırıncı dəfə mən nə vaxt belə fərqli makyaj eləmişəm, bəzənib düzəlmişəm. Sən toyumuzda. De toyumuzda bəzənmişdin. Ay, nə yaxşı toyu yaddan çıxartmamısan. Alqışlayıram səni, təbrik edirəm. Toyumuzda özdə deyim sən, qırmızı pomada çəkmişdin. Mən onu da qorxumdan əzbərləmişəm. Toy kasetimizə baxıb əzbərləmişəm. Sən biraz atsan, hər dəqiqə qayıdıb soruşa bilərsən. Nə geyinmişdik, kimlə şəkil çəkdirmişdik, saçım nə rəngdə idi. Ona görə o müəllimədən qorxub dərsini əzbərləyən uşaqlar kimi bütün toy kasetimizə əzbərləmişəm. Hər şeyi qoydum qırağa. O, sən biraz zatsan deyəndə nəzərdə tuturdun? Nə demək istərdin? Zatsan da, yəni hər dəqiqə soruşa bilərsən onu. Zat nə? Bütün öyün işi tökülüb qalıb. Gəldik də düşərgəyə. Elə bir mən kimisə balasını öldürmüşəm. Cəzamı gəlin kimi çəkirəm. Ay bebeğim, az yorğun arğın gəlir, iş vaxtını mı sən canı? Nə iş görübsən? Daşdaşımsan, odun yarmısan, nağarmısan, sən de görüb.
Abi niye elle danışıyorsun? O boyda meşiğin başına dırmaşmışam. Dağın ətəyindən sana göbələk yığmışam. Özdə bax sana spet yığmışam, zəhərli göbələk. Sonra gönül orada uzanırdı, dincəlirdi. Getmişəm, odun qırıb getmişəm, ayağının altına öcək qalamışam, soyuq olmasın. Və bunlar iş döymə, ay. Qardan alım, mən sənin sıfatına baxan kimi gördüm ki, yorğunluqdan ölürsən, dərdin alım. Keçin mən içəri. Keç dana, keç. Senaryo soxulursan, hələ dur suallara cavab ver. Bəlkə heç keçmədin içəri. Göbələk ondadır. Yaxşı, şirəcəm bizə. Bir mən də keçim. Hara keçirsən, ha, gəlin. Hara keçirsən, istirahətdən gəlirsən. Düşkünə dalımca, gedək ot payasını daşıyaq. Rekdə işləsəydim bundan az zibilə düşərdim. Arvad bizə obyekt kimi baxır. 6 moyka üstü ailə. Sən mənə bax, belə meyvə verəndə bilirəm ki, nəsə mənə işin düşüb. Açsan da istəyirəm ki, biraz yeyəsən, cana gələsən. Əziyyət çəkmisən mənə görə meşədə o qədər. O deyiləmədi ana, deyiləmədi ana, mən səni tanıyıram axı. Sən mənə meyvə ki belə uzadırsan ha. Bilirəm ki, baba işin düşüb, bir dənə mandarin verəcəksən mənə. 10 kilo apelsinin pulunu alacaqsan. Ver özüm yerim, ver. Yaxşı, al. Ver, hə, sağ ol. Deməli, Yaşar, əslində büyüvə mən deyə bilmərəm. Sən də mənim adımdan demə də, sən Allah mənim adımdan demə. Yaxşı, nə olur, Nə? xahiş edirəm. İstəyirəm evin dizaynını dəyişəm. Mənim padruqam var. O gəlsin, biraz belə də dəyişiklik eləsin. Divarların rəngində, mebelləri dəyişdirə eləyək. Amma mənim adımdan demə də, yaxşı, nə Problem olur. yox. Heç bir problem, öz adımdan deyirəm, nə var ki? Mərəfsiz. Heç nə. Qorxmuşuq dərdləşə, baş-başa. Bəs bir arvadlığın olsun da, əvvəla bir arvadlığın olsun. Soymuşsan, qoyursan qabağı özün yürüsən, ləlönsən, bir əlbi də verdən. Bir dəfə görmədim ki, o qədəni bir ağzına qoyasan da o meyvədən. Bir dənə götürürəm, bir. Ölçürəm mən. Könlün adından demirəm, amma öz adımdan deyirəm sana. Könül deyir ki, onun bir padruqası var. Dizayn, gəlsin bir dənə öyün dizayn dəyişsin. Dəyişək mi dizayn, gətirək mi? Ha? Dizayn. Dizayn kimdə, kimlərdəndir? O qədər hər şeyə öyrənmək gözü ilə baxırsan ki, evə gedib ət alanda da soruşursan ki, kimlərdəndir, kimin heyvanıdır. Dizayndan o bir imicini dəyişək. Padruqası deyir, gəlsin dəyişsin. Nə bilim, valla. Çox sağ ol, Yaşar, mənim adımdan demədim. Təşəkkür edirəm, sağ ol. Mən nə deyirəm? Heç nə, o sıfatdan heç nə deməsən yaxşıdır elə. Bizə nəsilliksən dəyişiklik düşmür, ana. Bizim elə nəyimiz var, gərək elə qalsın, Yaxşı olur sizə. Az, nə olur, ora bağla, faciyə bağla, vırıb partladarsan o eşiyi. Məni öyrətmədi. Patronun başı niyə yesin ki? Əlində əlinlə oydan açsın, sən biraz atsan, onu şey eləmə. Yaşar, tut da bunu da. Sən də lap Narahat olma, möhkəm tutmuşam. Əlimlə də tutmuşam, ayağımla da. Maman olsaydı biraz boşlayardım, amma səni möhkəm tutmuşam. Dediyin qurban olsun, sağ. Gözəlliyim de, gözəlliyim. Sağ. Xallı. Can, ay falan, can. Bu o kinoda şey var, xallı ilə yallı. Sən elə bil ki, xallısan. Can, ağzından bunun başı bir tər olur, vay Allah. Alın olurum. Canım, sacından başı bir tər olur, düşüb arvadın dalınca, arvad da deyir, özünü enləndirir. Eş, dırmaşı fora. Özünü mənə görkəzir, dana nə versin? Günah bunda deyil, günah buna tərbiyə verən anadadır. Ala bunu da ye, qadan alın, birdən doymarsan, 8-cidir. Bunu da ye, açsan yenə gətirərim. Onu tullaram benim. Ver, bu yıxılmışdır. Sağ ol. Ay, möhkəm tut. Oy. Yaşar, sən bebivə yuxarıdan aşağı baxma. Bir sən necə qəşəngdir. Həm də nə danışır eşitmirsən. Vecbə də olmur. Nə deyirdi baxşı? Böyüm? Hə, böyün. Yeş ya. Səni böyüdən aniyə alqış eləyirdi, xoş sözlər deyirdi. Sağ olsun. Nə deyirdisə öz yaxınlarına, doğmalarına, əzizlərinə getsin.
Niyə mənim bürümə qarğış edirsən, hə? Qarğış deyə demirsən ki, alqış eləyirdi. Mən də geri qaytarıram da, alqış eləyirəm. Yaxşı. Əgər düz bilirsənsə də mənim bürümə getsin. Səhv bilirsənsə də sənin mamana getsin. Razısın? Razıyam. Hə, razısan, yaxşı. Mənim heç bir qorxum yoxdur. Qorxu sənin mamandadır. Mənim bürüm yetimdə qayır. Makyaj eləmir, manikur eləmir, pedikur eləmir. Bunları sənin maman deyilən. Ona qarğış getsə, bir xurşov qoyuyun mayası batacaq, əlində qalacaq. Onda görəcəksən kim kimdir. Biraz yavaş ağla, kitab oxuyuram mən. Öküzdən yaşayacağımıza soruş niyə ağlayıram da? Nəyimə lazım soruşma, olsa da özün dəyərlisən də. Etika xətrinə heç olmasa soruş niyə ağlayıram? Maraqlı deyilsən mən niyə ağlayıram Yaşar? İnan ki, 1 qramda maraqlı deyil, ona sən niyə ağlayırsan? Mamama zəng edim gəlsin. Bizə təcili sürətdə. Başın xarabdır, mamana nə zəng edirsən, sən? Gecdir. Zəng eləmişəm uşaq. Və gələcək. Yox, bizim mamam gəlsəm, gəlib deyəcək qızımın yanında yatırım. Mən harada yatacağım? Hı? İnanırsan Yaşar, 1 qram maraqlı deyilsən harda yatacaqsan. Qoy gəlsin sənin bibi və qaranlıqdan dərs keçsin. Sizinlə başqa cür bacarmaq qeyri-mümkündür. Bura mənim bibimin evidir. Ay bürü! Bürü, bura gəl! Mama! Şöyle bax. Buru başqamı görsən. Sabah bunu geyinəcəm o qara pencəklə, göy remenlə bunu. Amma mən yumuşam, yaşlı, sabaha qurmaz. Ötür yəni yumuşam ha. Mən sana demədim ki, mən ona dəymə bunu geyinəcəm. Yaşar, qabağında ləkə var idi, ləkəli giyinəcəydin. Yaxşılıq yox deyə. Sən nətər adamsan ha? Onlar mənim paltarlarıma düşən ləkələr heç olmasa bir gün öz başına yaşasın. Nəysə də Yaşar, uzatma, mən sən başqa köynək verərəm, giyinərsən. Ay bana istəmirəm nana başqa köynək. Mən raşatımda tutmuşam ki, bunu geyinərəm, o pencəklə geyinərəm, nəm oradan bir şalvarla geyinərəm. O mənim uğurlu köynəyimdir, başa düşürsən, mən onu geyinəndə mənim işlərim yaxşı gedir, həmişəkindən yaxşı gedir. Bəlkə durub fenlə qurulayasan, dur. Yaşar, mən sənə bu dəqiqə heç bir köməklik edə bilmərəm. Mən sənə vaxtında deyəndə ki, paltar qurudan maşın al, evə lazımdır, günəş həmişə olmur. Almadın ki. Mən də hardan tapım paltar qurudan maşın? Optimaldın. Bilmirsən ki, boş markası Optimalda sərfəlidir. Faizsiz kreditdən alacağıq, 18 ay. Ödəyəcəyik hissə, həm də 1 ay sən, 1 ay mən ödəyəm. 1 ay sən, 1 ay mən. 24 saata bura çatdıracaqlar. Yaxşı. Sifariş elə gəlsin. O da mənim sana hədiyyəm olsun. Mənim paltarlarıma dəymə. Belə hədiyyə olur, yarısını mən ödəyirəm, yarısını sən. Bir-birimizə hədiyyəmiz olsun. Fərqi nədir? Haradasa. Olar. Necəsən? İndi dayanıb hərəkətlər eləyəcək, yaxşı? Ya, 2 dəqiqə qaçdıq, yaxşı. dayanmadan. İndi hərəkətlər eləmək vaxtıdır. Aşağı əyləni. Hə, əyil aşağı. Belə. Ay, sağ. 1. Get. 10 dəfə təkrarə. 2, qalx. Qalx. Dizimi qatdalamayım mı? Yox, nə düz qatdım. Ayaqları Elə getmir axı. Birləşdir, ayaqları birləşdir. Biraz cəld, biraz. Hə. 1, 2, 3. Yox. Getmir. Getmir sən canım. Sənin mənlə qəsdi qərəzliyin varsa, denəm, valla bu idman deyil. Mən belə etsə arıqlamaq yerinə kökələcəm. Belə olmaz. Ay Yaşar, sən bir gün məşğul olursan, 5 gün fasilə verirsən. Əlbəttə sən kökələcəksən, arıqlamayacaqsan. Sən də bir gün məşğul olsan deyəndə, mən elə bütün günü çayxanada o stoldan o stola çay aparıram. Mən bütün gün işləyirəm. Elə bil Beqavoy daroşqadıyam mən. Ay Allah, kənardan baxan da deyər ki, indi bunun çayxanasına gündə 500 nəfər adam gəlir, Yaşar ölür, yorulur. Gündə 10 nəfər gəndə şükür edirsən, sən? İndi belə deyib olan qalan o klientimi də qurdacaqsan, heç kim gəlməyəcək. Sən canım, elə şeylər danışma. Getmir idman könül, getmir. Bir dəqiqə, mən bilirəm sənin dərdin nədir, dayan. Al, Yaşar. Al, sənin əlacın budur. İç, biz onu, özə sənə görə
şu qəbri seçmişəm. Ki deməyəsən ki, könülsən məni kökəldirsən. Ora bax, oraya bax. Bir şey apardı. Onsuz sənə verirdim də. Könlümün səsinə bax. Nəysə, iç tez ol, tez ol. İdmandan Devam sonra bu nə tərləzət eləyir. Ay, hava da qəşəngdir. Təmiz hava ciyərlərə xeyirdir. Ah, Davam eləyək, davam eləyək. Yuko biraz da içim sonra. Sən get, mən xırda-xırda gəlirəm, yeri. Səndən idman eləyən olmayıb olmayacaq da Yaşar. Yaşar, yeməyə bax, yanmasın, gəlirəm. Gör hay verir. Yaşar, sənə demədim, yeməyə bax. İyi götürüb buranı. Nə olub Ayşun, gözümü yuxu aparmışdın ha. Sən demədin bu yeməyə bax, indi mən təzdən necə pişirim bunu? İşim gücüm başımdan aşır mənim, Hadi bildim nə var, indi 5 dəqiqə gözüm yuxuya getdi. Bu yuxudan gələndə miqat eləmirəm mən biləm. Utanmasan deyərsən ki, mən oyatdım səni. Hadi utanmıram, deyirəm. Oyatdın da nə? Yaşar, mən multi bişirici deyirəm, başa düşürsən? Multi bişirici? Hə, multi bişirici. Tutdum nə demək istəyirsən. Baxma, yuxuluyam, tutdum. Gəl bura. Gəl bura, yaxın gələ, qorxma, yaxın gələ. Bax, girirsən optimal az saatına. Elə açıq qoyub yatmışam. Ət çəkənə baxırdım. Bax, girirsən boş firmasına məxsus bu multi bişiricini bax, ala sifariş verirəm zat. Buradan da kartla ödəyirəm elə bir dəqiqəyə. Online sənədləşmə aparırsan, uzağı 24 saata buradadır. Özdə sana deyim, nəqd ödənişə xüsusi indirimlər var. Bundan sonradan nəyisə mənə tapşırıb getməyinə ehtiyac yoxdur. Hansı dövrdə yaşayırıq, o biz də rahat yataq. Bu dəfə sənə optimal xilas elədi. Oturdur, şükür elə optimala. Üstünden keyfimizi